Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Allah Teala yarattığı məxluqların hamısını hikmət üzrə yaradıb, hər bir yaratdığı məxluqu da müəyyən xüsusiyyətlər və xarakterlər üzrə yaradıb. Və hər yaratdığı məxluqun öz özəllikləri, öz xüsusiyyətləri var. O xüsusiyyətlə başqa cinslərdən, başqa növlərdən seçilir. Allah Teala kişini kişi sifətində yaradıb, kişi xüsusiyyətlərində yaradıb, qadını isə qadın sifətində və qadın xüsusiyyətlərində. Və Allah Teala yaradılışında hikmət sahibidir. Heç bir şey bu həyatda Allah Teala boşu-boşuna, dəyərsiz yerə, qiymətsiz yerə yaratmayıb. Əfəhəsibtum ənəmə xalaqnakum abəsən və ənəkum ileynə la turcaun. Siz elə hesab edirsinizmi ki, biz sizi boşu-boşuna yaratmışıq. Yəni sizin yaradılmış olmanız hədəfsiz, məqsədsiz, boşu-boşunadır və siz bizə dönməyəcəksiniz. Ona görə qardaşlar, buradan nə başa düşülür? Buradan o başa düşülür ki, Allah Teala yaratdığı hər şeyi hikmət üzrə yaradıb və o şeydə də xüsusilik, özəllik və seçimlik var. Bu baxımdan da qardaşlar, dərsimizin adı odur ki, qadınların kişilərə bənzəməsi və yaxud da kişilərin qadınlara bənzəməsi. Buna İslamda baxış necə olur? İslamda məlumdur ki, kişi deyilən cins var, kişi cinsi, qadın deyilən cins var, qadın cinsi. Və Allahu Teala şəri əhkamlarda da onların aralarında özəllik qoyubdur. Kişilərdən bəzi şeylər tələb eləyir, qadınlardan tələb eləmir. Bəzi şeylər qadınlardan Allah Teala tələb eləyir, amma kişilərdən onu tələb eləmir. Çünki Allah Teala verdiyi əmrləri yaratdığı məxluqların cinsinə və növünə görə eləyir. Məsələ, rızqı qazanmağı kimin əlində eləyib Allah Teala? Kişinin əlində eləyib. Yəni, qadını evdə durması Allahın şəriətində daha münasibdir ki, qadın evdə qalsın ki, çünki qadın kişilərə qarışanda, yolda, izdə çox olanda həm başqalarını fitnəyə salır, həm özü fitnəyə düşür, həm də ailədə olan hüquqları zay eləyir. Amma kişinin üzərinə vacibdir, rızqı qazansın, pul gətirsin, ailəsini, övladlarını saxlasın. Kişiyə hər namazı məsciddə əda eləmək vacibdir, amma qadına isə evdədir namaz qılmaq. Kişi ara vermədən, heç bir şəri üzr olmadan namazı tərk eləyə və yaxud gecikdirə bilməz. Amma qadının müəyyən günləri var ki, o günlərdə namaz qılmır, nə də qəza eləmir, heyz və nifas hallarında misal üçün. Və həmçinin qardaşlar, məsələ, ağır işlərdə kim işləyir adətən? Kişilər işləyir. Çünki kişilərin fiziki deyək, gücləri qadınların fiziki güclərindən adətən daha çoxdur. Kişilər daha güclü olur yəni. Ona görə qadınlar adətən özünə uyğun hərəkətlər eləyir. Bu baxımdan qardaşlar, fərqlər çoxdur. Ona görə nəhi gəlib ki, kimsə Allah onu yaratan özəlliklərdə və yaxud Allah Teala yaratdıqda ona verdiyi xüsusiyyətlərdə kimsə bu xüsusiyyətlərdən razı qalmayıb bunu başqa cür etməyə çalışarsa, bu onun haqqında qadağan sayılır. Məsələ, adicə yaradılışa baxın. Allah Teala kişiyi qadından nəinki səsində fərqləndirir. Məsələ, səslərdə fərq var. Qadın səsi fərqlidir, kişi səsi fərqlidir. Düzdürmü? Eləcə də qadın paltarı başqadır, kişi paltarı başqadır. Hətta görünüşdə belə Allah Teala fərq qoyub. Məsələ, kişinin üzündən saqqal çıxır, qadının üzündən saqqal çıxmır. Aydındır qardaşlar. Kişinin həmçinin zahiri görünüşləri də fərqlidir. Ona görə Allah Teala insanı hansı formada yaradırsa, insanın o formada qalmağına razılıq göstərməsi vacibdir. Onu hər hansı bir bəhanə ilə dəyişdirməyə haqqı yoxdur
və yaxud da haqqına malik deyil. Hədisdə gəlir, səhih hədisdə İmam Buxari rivayət edir hədisi. Hədisin rəqəmi qardaşlar 5885 nömrəli və həmçinin 6834 nömrəlidir. Hədis həmçinin Tirmizi rivayət edir Sünən kitabında və həmçinin Əbu Davud yenə Sünən kitabında rivayət edir. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, La'anallahul muteşəbbihatu minən nisai bir rical vel muteşəbbihine minər ricali bin nisa. Kişilərə özünü bənzədən qadınlara, eləcə də özünü qadınlara bənzədən kişilərə Allah lənət eləsin. Bu kimin sözüdür? Rasulullah sallallahu aleyhi və səlləm məxluqatın ən fəzilətlisinin dili ilə özünü kişilərə bənzədən qadınlar, eləcə də özünü qadına bənzədən kişilər lənətlənmişdir. Hədisin müxtəlif rivayətləri var, müxtəlif isnadları var. Hamısında lənət gəlmişdir. Həmçinin bu ləfzlərdən La'anallahu riclətə minən nisə. Kişilərə bənzədən qadınlara Allah lənət eləsin. Hədis gəlib. Başqa bir hədisdə gəlib, Əbu Hüreyrənin hədisində qardaşlar, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, La'anallahu'l mar'ata talbisu lubsatar racul ve'r-raculu yelbisu lubsatal mar'a. Qadın paltarı geyinən kişiyə və kişi paltarı geyinən qadına Allah lənət eləsin. Burada birinci hədisdə umumidir. İkinci hədisdə paltar xüsusiləşdirilib. Umumiyə girir qardaşlar, qadın danışdıqda səsini kişi kimi çıxartması, kişi kimi yeriş vurması, kişi kimi hərəkətlər etməsi, kişiyə aid olan kişiyə xüsusi olan əməllərdə qadının iştirak eləməsi, bu umumidir. Lənət hamısında girir. Bu ikinci hədisdə və yaxud da üçüncü hədisdə, hansı ki onu İmam Əhməd ibn Həmbəl Musnəd kitabında və Əbu Davud Sünən kitabında və həmçinin İbn Məcə hədisi İmam Albani Sahihul Cami kitabında səhihləşdirmişdir. Hətta hədisin rəqəmi 5095 nömrəli hədisdir. Orada paltar, libas xüsusiləşdirilmişdir. Çünki qadın bir çox cəhətdən özünü kişiyə bənzətə bilər. Və eləcə də kişi bir çox cəhətdən, yöntəmdən özünü qadına bənzətə bilər. Deməli, hamısının qabağını almaq üçün hədislər var ki, xüsusi olaraq müəyyən şeylərdə gəlib, hədislər var ki, xüsusiləşdirmədən umumi olaraq gəlib. Ona görə libaslar var, kişilərin xüsusi libasıdır. Onu qadın geyinə bilməz. Geyinsə qadın o kişinin libasını orada lənətlənir. Eləcə də qadına aid olan libası, paltarı kişi geyinsə, orada kişi lənətlənir. Və burada özəl bir məsələ var qardaşlar, onu vurğulamaq istəyirəm. Adətən qadınların fəsada uğramasının səbəbi qadınların vəliləridir. Ya zövcəsi, ya atası, ya da qardaşı. Qadınların kişilərə bənzəməsi danışığında, yerişində, hərəkətlərində, libasında əsas bunun səbəbləri onun vəlisidir, xüsusən də zövcəsi. Ona görə o qadın ki, kişi paltarı geyinir, onunla bərabər onun əri də lənətlənir. Çünki qadının ipinin ucu kimin əlindədir? Kişinin əlindədir, ərinin əlindədir. Əri əgər qadını onu islah eləmək də ərinin əlindədir. Onu qadağan eləmək də ərinin əlindədir. Ona görə əri əgər qadağan eləmirsə, bu lənətdə onun da payı var. Diqqət elən. Allah Teala Quran-ı Kərimdə buyurur: "Ya eyyuhellezine amanu qu anfusakum ve ahlikum nara ve quduhan-nasu vel-hicara." Ey iman gətirənlər, özünüzü və ailənizi cəhənnəm odundan qutarın. Özünü
və ailəni cəhənnəm odundan qutar. O cəhənnəm odu ki, orada yanacaqlar, insanlar və daşlar olacaq. Təhrim surəsi 6-cı ayədir, qardaşlar. İmam Zəhəbi rahiməhullah kitablarının birində gətirir ki, bu ayətə etibarən qadınını kişilərə bənzətməkdən çəkindirməyən kişilər də qadınları lənətlənən kimi onlar da lənətlənirlər. Rasulullah sallallahu aleyhi və səlləm səhih hədisdə buyurur, Buxaridə, Müslimdə gələn hədisdə, kullukum ra'in və kullukum məs'ulun an ra'iyyətihi. Hamınız məsuliyyət daşıyırsınız. Hamınız, bütün kişilər məsuliyyət daşıyırsınız. Və bütün kişi öz əlinin altında olandan məsuldur, soruşulacaq. Ər-raculu ra'in fi əhlihi. Kişi ailəsinin başçısıdır, ailəsi onun nəzarəti altındadır. Və məs'ulun anhu, məsuliyyət daşıyır onlara qarşı. Yevməl qiyamə. Qiyamət günü onların məsuliyyətini daşıyacaq Allahın huzurunda. Rasulullah sallallahu aleyhi və səlləm başqa bir hədisdə buyurur. Lakin qardaşlar, hədisin, bunu da deməyim lazımdır ki, isnadı zəifdir. Bunu deməyim, elmi əmanətdir. Bəzi elm əhli sağlamlığında, sihhətində tamamilə sərt şəkildə zəif olmayan hədisləri bəzi alimlər deyirlər elmi məsələlərdə, lakin sihhətini, hökmünü zikr eləmək şərt deyil. O baxımdan deyirəm ki, zəif hədis var. İmam Hakim Mustadrak kitabında rivayət edib. Həmçinin hədis gəlir Avsat kitabında İmam Tabaraninin. Şeyx Albani rahimehullah Silsilə-i Daif kitabında gətirir bunu. Hədisin zəif olduğunu deyir. Hədisin nassı belədir ki, Ələ hələkətir ricalu hinə ata'un nisə. Kişilər qadınlara itaət etdikləri zaman həlak oldular. O kişilər ki, qadınlara itaət eləyirlər, o kişilər həlak olurlar. Yəni, itaət nə deməkdir? Qadınlarının düşdüyü günahlardan çəkindirə bilmirlər. O bizdə deyirlər, ağzına yüyəni keçirib, sürür. Yəni, qadın ha tərəfə çəkirsə ağzının yüyənini, o tərəfə gedirsən. Öydə, evdə sözün keçmir. Arvat nə deyir, odur, vəssalam. Sən evdə pultla işləyirsən. Pultla. Pult bilirsiniz nədir? Remote. Ha tərəfə səni yönləndirir, o tərəfə geçsən. Belə vəziyyətdə olan kişilər var. Əgər onlara kişi demək düzgündürsə, yəni. Dırnaq arasında. Kişinin evdə heybəti olmalıdır. Kişinin evdə rolu olmalıdır. Ailəsini idarə edə bilməlidir. Elə eləməməlidir ki, atın gününə düşsün o evdə. Ha tərəfə sürürsən, o tərəfə gedir. Əqri arşeyli bu. Lakin Buxaridə, Müslimdə hədisin bir başqa ləfzi var, səhihdir. Buxaridə, xüsusən Buxaridə, Müslimdə yoxdur hədis. Peyğəmbər s.ə.v buyurur ki, Lən yuflihə qavmun təmlikuhumul mar'a. O qovum ki, onların başçısı qadındır, o qovum heç vaxt nicat tapmaz. Hansı qovum ki, onların hakimi qadındır, başçıları qadındır, o qovum nicat tapmaz, udmaz. Bu ləfz Buxaridə gəlir, qardaşlar. Kişilərin bugünkü, əvvəlki dövrlərdə, subhanallah, insanlarda din yox idi, xristiyan idilər, bütpərəst idilər, atəşpərəst idilər, ateist idilər. Buna baxmayaraq insanların içində bir kişilik hissiyyəti var idi. Elələri var idi, məsələ üzünü qırxmağa özünü sıxışdırmırdı ki, yoxa kişi, üzümü qırxanda mən qadını oxşayıram. Niyə üzümü qırxmalıyam? Heybətli görünmək istəyirdi. Əvvəldə kişilərin özlərini sərt paltarlardı, onların mərdliyini, cömərtliyini göstərən libaslar geyinərlərdi. Yeriyəndə səkə-səkə yeriyərlərdi. Ata minikləri və döyüşdə iştirak etməkləri, hər yerdə özlüklərini, kişiliklərini ispat eləməyə çalışırlardı. Amma bugün müsibətdir. Kişilərdə bugün tamamilə bu sifət geriləməkdədir.
Baxırsan ki, qulağına tana taxır. Qulağını deşib, qulağına tana taxır. Allahu akbar. Baxın, adını da kişi qoyurlar bunların. Bunlar kişi deyirlər. Həqiqi mənada bu insanların fitrəti pozulub. Adamın ağlına sözlər gəlir, lakin adam utanır deməyə. O vəziyyətdədirlər yəni. Qulağına tana taxır. Elələri var ki, bir tana yox, 3 tana taxır biri qulağına. Onun qaşının üstə taxır tana, qaşı. Qaşını deşir, tana taxır. Burununa tana taxır. Allahu akbar. Baxın qardaşlar, bunlara da centilmen kimi baxırlar. Yəni güya bunlar dünya görüşdü, müasir bir gəncdir, bu adam nə bilim ayılıbdır, ayılmayıb bunlar. Bu adam get-gedə xarab olur. Kişiliğini itirir bu adam. Görürsən, düdük kimi, zurna kimi şalvar geyinir belə, qadın kimi yeriyir. Yerişinin zadını qadın kimi yeritir özünü. Az qalıb ki, tik tavanlar da geyinsin. Danışanda görürsən, ağzını, burnunu əyə-əyə, şəhbələ, qadın səsləri çıxartmağa çalışır. Elə bilsən, onlardandır. Onlardan onların çoxsu da gerçəkdən. Ayıb hardadır, eyib hardadır? Beləsi insanlar bugün daha populyar, məşhur görünürlər. Ya insanlarda bir kişilik lazımdır, gerçəklik lazımdır. Kişidə bir heybət lazımdır. Böyür otururlar, gərdən baxanda seçmirsən, hasıdır qadın, hasıdır kişi. Ha, gözünün içine baxırsan, gene şək şübhədə qalırsan ki, bu arvaddırmı, kişidirmi? Danışığı elə, geyinişi elə, ağzı, burnu elə. Bamada sürtən kişilər də var. Kişi, əstəğfurullah. Bəlkə də onlara kişi demək yaraşmır. Buduru sürtürlər, üzlərini makyaj eləyirlər. Makyaj. Qadından çox üzlərini makyajladırlar. Makyajım deyirlər, mikyajım deyirlər. Sürtürürlər hər yerlərini. İndi bəzilər ola bilsin ki, manikur da sürtəcəklər, zaman gələcək. Dırnaqlarını da uzadacaqlar. Hətta bəzi ölkələrdə cinsi dəyişdirirlər. O kişidir, gedir özünü kəstirir, dorğatdırır ki, bu qadın oldu. Bu mümkündür, qardaşlar. Sən hər hansı kəstirib soydura bilərsən, tikdirə bilərsən. Lakin ürəyini kəstirə bilərsən, ürəyini kəstirə bilməzsən. Allah Teala insanın həqiqiliyini ürəyində yerləşdirib. Həqiqi gerçək sifətin, gerçək niyyətlərin, kimliyin qəlbindədir. Sən qəlbini kəstirib, ürəyinə qadın ürəyi taxtıra bilərsən, taxtıra bilməzsən. Taxtıra bilsələr, onlar ürəklərini kəstirərlər, yerinə aslan ürək taxtırarlar. Ürək kəsilmir. Üzünü, başını, burnunu kəstirir, burnunu balacalatdırır, qulağını yekələndirir, ağzına silikon vurdurur, dodaqlar, at dodaqlar kim olur? Bunları nə deyirlər? Bunlar inkişaf eləmiş adamlardır. Hətta mən sizə deyim, bəzilərini Allah Teala elə eybəcər edir ki, dodaqlarına silikon vurdururlar, onun ağızları örtülmür. Açıq qalır ağızları. Meyminə dönürlər. Biraz yaşlanandan sonra tuluqlayır üzləri. Sallanır ağzı, burnu. Nə vaxt kimi üzünü çəkdirə bilərsən? Nə vaxt kimi? Ona görə təbii olmaq yaxşıdır. Pis də olsan, qara da olsan, nə bilim, gözəl olmasan da yenə təbii. Təbii gözəllik başqadır. Təbii gözəllik başqadır. Bunların hamısı qardaşlar, kişilərin qadınlara özlərini bənzətmələrinin səbəbləri və amilləridir. Ona görə elhamdülillah, İslamda bu cür şeylər haramdır. İslam həris olur ki, kişi görəvini, vəzifəsini yerinə yetirsin, qadın vəzifəsini yerinə yetirsin. Və hərə öz vəzifəsini yerinə yetirdikdə, insanlar arasında güvən və etibar olur. Ama bu şeyler olmayanda ne kişi arvada güvenmir, ne arvad kişiye güvenmir. Deyir, mən bu kişiye ne tərəri gedim, ağzına silikon vurdurup, arvad da silikon vurdurup. Ne, bu bilir ki naturalını değil bu. Farşivnidir. Gerçek değil bu. Ağzı burnu sabah silikon partlayanda ağzı yere sallanacak.
Ona görə şükür eləyin. Qardaşlar, İslam nemətinə şükür eləyin. Elhamdülillah, insan haqqı gördüyü zaman batilin nə olduğunu bilir. İnsan haqqı gördüyü zaman batilin nə olduğunu bilir. Düzü gördüyü zaman əyriyi seçə bilir. Həmd edin ki, Allah Teala sizləri müsəlman yaradıb. Sizləri Allah Teala kişi olaraq seçib. Və ailənizin hüquqlarını da bilirsiniz. Və qadınlar da həmd eləsinlər ki, Allah Teala onlara hidayətini bəxş eləyib və onlar hansı cür olmalarıdır Rabbiləri tərəfindən onlara bəyan olunub. Allah Teala'dan diləyirəm ki, bizləri, qardaşlar, salih bəndələrindən etsin. Amin. Ailələrimizi qorusun bütün fitnədən, fəsaddan. Amin. Və bizləri bu xarakter pozuqların şərrindən, fitnəsindən qorusun. Amin. Allah Teala'dan diləyirəm ki, bizləri islah eləsin. Bilərəkdən və bilmərəkdən etdiyimiz günahları bağışlasın. Amin. Bilmədiklərimizi öyrətsin, bildiklərimizi əməl etməyi nəsib eyləsin. Amin. Kişi kimi yaşayıb, mərd kimi yaşayıb, mömin kimi yaşayıb, mömin kimi huzuruna qovuşanlardan etsin. Və sallallahu və səlləm və barik alə nəbinə Muhammed və alə alihi və sahbihi əcməin. İxlasla.com saytı tərəfindən təqdim olundu.